Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin həyata keçirdiyi sosial layihə çərçivəsində kvadrat metri bazar dəyərindən əhəmiyyətli dərəcədə aşağı olan yeni mənzillər satışa çıxarılıb. Mənzillərin 1 kvadrat metrinin qiyməti 435-830 manat intervalında müəyyən olunub. Bildirilir ki, mənzillər paytaxt Bakının Ümid qəsəbəsində, həmçinin Abşeron və Samux rayonlarında yerləşən yeni yaşayış komplekslərində təklif olunur. Qeyd olunub ki, mənzillər 3 və 4 otaqdan ibarətdir, tam təmirli vəziyyətdədir və əvvəllər istifadə olunmayıb. Bundan başqa mənzillərin çıxarışı mövcuddur və ipoteka krediti vasitəsilə əldə edilməsi mümkündür. Mənzillər barədə ətraflı məlumat ms.social.gov.az portalında yerləşdirilib və mənzili həmin portal vasitəsilə bron et düyməsinə basmaqla rezerv etmək mümkündür. Məlumata görə hər bir mənzili maksimum 3 nəfər bron edə bilər. İlk bron edən şəxs mənzili almaqdan imtina eləyərsə, alış hüququ növbə ilə digər bron etmiş şəxsə ötürülür. Nazirliklə mənzili bron edərək satın alan şəxs arasında 10 gün ərzində alqı-satqı müqaviləsi rəsmiləşdirilir.